Hörmətli xanım Mehriban Əliyev, sizdən xahiş eləyirəm. Mənim uzun müddət şəhidimin, oğlum birinci qrup əlildir. Özümün pensiyam, oğlumun sosial pensiyası, yoldaşımın şəhidlik pulunu hamısını kömalayıb yığıb özümə, oğlumla özümə kəfən pulu yığmışam. Oğlum birinci qrup əlildir. İmanov Rahib Akiboğlu əlimdən alıb aparıb. İndi bu dəqiqə xahiş eləyirəm. Bir də sizdən xahiş eləyirəm. Azərbaycanın hörmətli oğlanları, qeyrətli oğlanları, Tərtər rayonunun rəisi, Tərtər rayonunun komissarı, Tərtər rayonunun başçısı, hamınızdan xahiş eləyirəm. Mənə kömək əlinizi uzadın. Hörmətli gənə xanım Mehriban Əliyev, sizdən bir də dönə bir ana kimi xahiş eləyirəm. Mənim şəhid ailəsiyəm. 91-ci ildə yoldaşım birinci müharibədə şəhid olub. Ondan indiyənə kimi evladımla bərabər yaşamışıq. Nə qədər pensiya pulum var. Yoldaşımın şəhidlik pulunu hamısını yığıb kömalamışam. Xahiş eləyirəm. İmanov Rahib Akiboğlu əlimdən məni alladıb, əlimdən aparıb. İndi bu dəqiqə nə edirəm, mənim pulumu qaytarmır. İndi sizdən xahiş edirəm, Azərbaycanın hörmətli prezidentimiz, hörmətli Mehriban Əliyev, hörmətli böyüklər, deputatlarımız, bir deyə bilmirəm, xahiş edirəm. Bütün ziyalılarımız, Bakıda oturan bütün böyüklərimizdən hamısından xahiş edirəm. Mənə kömək əlinizi uzadın. Mənim kəfən pulum gedibdir. Oğlumun kəfən pulu gedibdir. Sizdən dönə xahiş edirəm. Qadanız alın. Başınıza dönün.